Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizlərlə buraxılış tipli misalların videosunu çəkib paylaşmağa davam edirik və məqsədimiz buraxılışa dəstək məqsədidir ki, sizlər maariflənəsiniz və yadınızdan çıxan test nümunələrini yenidən yadınıza salasınız. Gəlin belə bir test nümunəsinə baxaq. Gördüyümüz kimi misalımız bir məhsullu tənliklər bölməsinə aid bir tənlikdir. İlk öncə kiçik bir yer dəyişmə edək. Burada gördüyümüz müsbət 5 həddini sağ tərəfə keçirərək tənliyimizi daha da sadələşdirək. O zaman x plus 3 modulda təbii ki, bərabərdir 2x minus 5 formasına düşəcək tənliyimiz. Və bu tənlikdə gördüyümüz kimi iki funksiyanın bir-birinə bərabərliyi alınır. Bir məhsullu tənliklər bölməsində iki funksiyanın bir-birinə bərabərliyi modulda fx təbii ki, bərabərdir jx funksiyası ilə həll edilən tənliklər silsiləsindən idi və bu tənliyimizin həlli fx bərabərdir jx tənliyimizin həlli isə fx bərabərdir jx və digər tərəfdən isə əksi olan fx bərabərdir mənfi jx formasında həll edilirdi və sonra alınan köklər tənlikdə yerinə qoyularaq yoxlanılır. Nəticəni ödəyən kök bizim tənliyin kökü olurdu. İndi bu verilənləri gördüyümüz tənlikdə yerinə qoyaraq tənliyimizi həll edək. Deməli, x plus 3 bərabərdir 2x minus 5 və x plus 3 bərabərdir mənfi 2x minus 5 olacaq. Buradan isə mötərizəni asanda mənfi 2x plus 5 formasına düşəcəkdir. Tənliyimizin davamını aşağıda qeyd edirəm. Buradan deməli, x-lar 2x sol tərəfə keçəndə x minus 2x bərabərdir mənfi 5 minus 3 və digər tərəfdən isə x plus 2x bərabərdir 5 minus 3 formasında alınacaqdır. Mənfi x bərabərdir mənfi 8 və 3x bərabərdir. Buradan isə 2 cavabını almış olarıq. Daha da sadələşdirməliyək, x bərabərdir 8 və x bərabərdir 3-də 2 köklərini almış olacaq. 2 müsbət kök aldıq, hörmətli izləyicilər, və bu köklərin hansının və yaxud da ki, hər ikisinin tənliyin kökü olub-olmadığını yoxlamaq üçün alınan kökləri ayrı-ayrılıqda gətirib burada verilən modul tənlikdə yerinə qoyaraq yoxlamaq lazımdır. Mən yoxlamışam. Əgər siz də yoxlasanız görərsiniz ki, x bərabərdir 3-də 2 kökü bizim tənliyin kökü deyil, həlli ödəmir və bu səbəbdən tənliyimizin həlli x bərabərdir 8 kökü olmuş olacaqdır. Bu tipli misalların, bu tipli testlərin, buraxılış tipli testlərin izahlarının gəlməsinin davamını istəyirsinizsə, zəhmət olmasa bizi izləmədə qalın və videonu bəyənib yəni like edib, rəy yazmağı unutmayın. Təbii ki, dostlarınızla da paylaşsanız sevinərik. Hələlik gələn görüşlərə qədər.